Zelenski her ay bu hesaba 50 milyon dolar köçürürmüş. Keçmişten, yani yəqin dövlət başçısı olandan sonra, prezident olandan sonra bu 50 bin doları keçirilmiş. Ukrayna prezidenti Vladimir Zelenski hər ay Səudiyyə Ərəbistandakı bank hesabına 50 milyon dolar köçürür. Adam həyata bütövlükdə nifrət edir də. Məsələn, Zelenskini biz biraz belə saf, təmiz düşünürük ki, onun üçün pul yox, vətənpərvərlik daha maraqlıdır, torpaq, xalq. Amma xəbər kimi veriblər, axır nöqtəsi xəbər verir ki, bu barədə ABŞ-ın, yəni Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının üzvü Anna Paulina deyib. Həm də bu adam Florida ştatında respublikaçıdır. Görünür, Zelenski Səudiyyə Ərəbistanının hansısa bankına aylıq 50 milyon dolar köçürmə edir. Bu qəribədir deyə o, bloger Deni Johnson açıqlamasında bildirib. Təbii ki, bu informasiyanın mənbəyi açıqlanmayıb, sadəcə xəbər kimi verilib ki, Zelenski hər ay Səudiyyə Ərəbistanındakı hesabına 50 milyon dolar pul ödəyir. Gələcəyini sığortalayır ki, gələcək hansısa bir hadisə baş verəndə pul olsun.